Bu hədiyyəmi sizinlə bərabər açacağım. Əvvəlcə qeyd edeyim ki, bu mənə Azərbaycanda həbsxanadan gələn, göndərilən artıq ikinci bir hədiyyədir. Birini də sizə təqdim etmişdim. Bunu da məhbus izləyicilərimdən biri göndərib. İçərisindən xəbərim yoxdur. Çox gözəl də böyle bir şəkildə, gözəl bir bağlama şəklinə salıblar. Və sizinlə bərabər açacağım. Allah bütün məhbuslara deməyəcəm. Elələr var ki, onlar cəza çəkmə müəssisəsində olsalar yaxşıdır. Amma bəzən əsəblərini cilovlamayaraq da, cilovlaya bilməyərək o həbsxanaya düşən məhbuslar var. Allah onların qapısını açsın. Böyük ehtimal ki, əlçidir. Çünki həbsxanada bilirsiniz ki, məhbusların çox gözəl əlçiləri olur. Çox gözəldir, çox möhtəşəmdir. Həqiqətən də, yəni gözəl bir açılma yeri var burada. Bəh. Həyatımızın ən dəyərli insanı olan Səidə, ömrün zaman qədər dəyərli olsun deyə həbsxanada olan bir izləyicimiz. Hələ içərisinin zərifliyinə, içərisinin gözəlliyinə baxın. Allah yolunuzu açsın, əziz qardaşlar. İnşallah tezliklə azadlıqda görüşək. Çox sağ olun. Dəyər verdiyiniz qədər dəyərlisiniz. Bu həyat bəzən belədir, bəli. İnsan sabahından xəbərsizdir, nə olacaq ondan xəbərsizdir. Bəziləri var ki, çox təəssüf ki, yolu həbsxanadan da keçir. Çox möhtəşəm hədiyyədir, çox dəyərli hədiyyədir. Bilirəm, bu videonu özü izləyə bilməyəcək, bəlkə də indi yanına kimsə getsə izlətdirər. Amma çox sağ ol. Allah yolunu açıq eləsin, çox dəyərli insansız sizdə. Çox təşəkkür.